İnanın ki, həmin gündən əlimiz işə yatmır. Biz bu dəqiqə xəstələrin yanında olmalı. Biz işimizi, gücümüzü tullayıb gəlmişik bugün bura. Yəqin gecəni yatıb dururlar, kəşf edirlər də, ixtiralarıdır. Bizi nədə incisinlər, xalqı necə incisinlər. Xalqla dövlət arasında uçurum necə yaratsınlar. Sadəcə müayinə pulu dövlətə 5 manatdan ödəniş olunur hər bir uşağa görə. Eybi yox, buna da razıyıq. Mən uşaq poliklinikasında işlədiyim üçün uşaq öz adımdan deyə bilərəm ki, uşaqlardan biz bu 1800 manatı nə cür yığa bilərik? Biz onların narahatlıqlarını anlayırıq və açıq platformada, açıq müzakirələrdə onların fikirlərini dəyərləndirməyə və eşitməyə hazırıq. Hazırda da və gün ərzində də stomatoloqların hər biri ilə qrup şəklində danışıqlar aparılacaq, onların fikirləri dinləniləcək və yekun olaraq qeyd etməliyəm ki, hazırda əlimizdə konkret plan, təklif və yaxud rəsmi qərar yoxdur. Hələ müzakirələr aparılır. Müzakirələrin nəticəsində ən optimal qərar qəbul ediləcək, maliyyə şəffaflığı təmin ediləcək, eyni zamanda infrastruktur daha da yaxşılaşdırılacaq. Yəni burada qeyd etmək istəyirəm ki, istənilən qərar ədalətli olacaq, ədalət prinsiplərinə söykənəcək, eyni zamanda həm tibbi personalın, həm də əhalinin daha keyfiyyətli xidmət alması və göstərilməsi üçün rəvac verəcək.